Xəbər verdiyimiz kimi, ötən gün Bakının Azadlıq meydanında Vətən müharibəsində qazanılan tarixi qələbənin 5 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Tədbirdə Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif iştirak ediblər. Paradda Prezident İlham Əliyevin çıxışı zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı söylədiyi sözlər xüsusilə diqqət çəkib. Qlobal İnfaz xəbər verir ki, Haber Global kanalı İlham Əliyevin həmin çıxışını geniş şəkildə işıqlandırıb. Xəbərdə qeyd olunur ki, Azərbaycan prezidenti çıxışında Rəcəb Tayyib Ərdoğanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Kanal reportajı Əliyev zəfər çıxışına Ərdoğanla başladı. Ərdoğan Əliyevin sözlərindən sonra belə gülümsədi, başlığı ilə yayımlayıb. Kadrlar Türkiyə ictimaiyyətində də geniş rezonans doğurub və iki qardaş ölkə arasında sarsılmaz birliyin növbəti təcəssümü kimi qiymətləndirilib. Ərdoğan da öz növbəsində İlham Əliyevlə bağlı yüksək fikirlər səsləndirib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.